əsasını təşkil edən sözlərdən biri də əlamət bildirən sözlərdir, yəni sifətlər. Burada olan sifətlər A1 mərhələsinə aiddir. Bir-bir oxuyuram və tərcümələrində qeyd edirəm. Gut, yaxşı, gut, yaxşı. Schlecht, pis, schlecht, pis. Gross, böyük, gross, böyük. Klein, balaca, klein, balaca. Alt, köhnə, yaşlı, yəni insan üçün istifadə ediriksə yaşlı mənasında olacaq, əşyalar üçün istifadə ediriksə köhnə olacaq. Young, gənc, young, gənc. İndi isə burada oxunuş qaydalarını izah edirəm. G hərfi bəzən Q kimi ya da G kimi tələffüz olunur. Onun standart bir qaydası yoxdur. Sözə baxıb uyğunlaşdırıb deyirik. Schlecht sözündə S, C-H birləşməsi Ş səsini verir. C-H birləşməsi X kimi və ya İ kimi oxunur. Özündən əvvəl incə sait varsa daha yumuşaq, qalın sait varsa daha möhkəm formada tələffüz edilir. Gross sözündə G hərfini burada Q kimi tələffüz edirik. R hərfi çox zaman X kimi tələffüz olunur. B-yə oxşayan hərf, yəni SZ isə S səsini verir. Klein, E-I birləşməsi A kimi tələffüz olunur. Alt sözündə bir fərqlilik yoxdur, olduğu kimi oxunur. Young, J hərfi söz əvvəlində Y kimi oxunur. Söz sonunda olan Y da burada Q kimi tələffüz olunacaq. Young. Davam edirik. Neu, yeni. Neu, yeni. Altmodisch, altmodisch, köhnə dəbli. Schön, gözəl, schön, gözəl. Hässlich, çirkin, hässlich, çirkin. Teuer, bahalı, teuer, bahalı. Billig, ucuz, billig, ucuz. Neu sözündə E-U hərfi O kimi tələffüz olunur. Altmodisch sözündə S-C-H hərfi Ş kimi tələffüz olunacaq. Schön sözündə S-C-H hərfi Ş kimi tələffüz olunur. Hässlich A üstündə 2 nöqtə, yəni A umlaut E kimi tələffüz olunur. İki S-dan yalnız birini S kimi tələffüz edirik. Söz sonunda C-H birləşməsi də yüngül Ş kimi tələffüz edilir. Toya sözündə E-U hərfi O kimi tələffüz edilir. Söz sonunda R A-ya keçəcək. Billig söz sonunda İ kimi tələffüz edilir. Davam edək. Leicht, yüngül, leicht, yüngül. Schwer, ağır, schwer, ağır. Alt, yaşlı, qoca. Stark, güclü, stark, güclü. Schwach, zəif, schwach, zəif. Schnell, sürətli, schnell, sürətli. Leicht sözündə E-I birləşməsi A kimi tələffüz edilir. C-H birləşməsi Ş kimi tələffüz edilir. Schwer sözündə S-C-H Ş səsini verir. W hərfi V kimi oxunur. Söz sonunda R A kimi tələffüz edilir. Alt sözündə dəyişiklik yoxdur, olduğu kimi tələffüz edilir. Stark, güclü deməkdir. S-T birləşməsi söz sonunda, söz əvvəlində gəldikdə S-nı biz Ş kimi oxuyuruq. Söz əvvəlində olduqda. Şıvax sözündə S-C-H birləşməsi Ş səsini verir. W hərfi V kimi oxunur. C-H birləşməsi X kimi oxunacaq. Şıvax. Şinel sözündə S-C-H Ş kimi tələffüz olunur. Söz sonunda 2 L hərfi 1 L ilə deyilir. Kalt, soyuq deməkdir. Kalt, soyuq. Burada görürsünüz, yəni oxuda bir fərqlilik yoxdur. Warm, isti. Warm, isti. Biraz da ilıq anlamında daşıyır.
Bir hecalı sözlərdə r hərfi daha çox söz sonunda olduqda, sonlarına yaxın r-nı ya r kimi oxuyuruq ya da yüngül oxuyuruq, yəni h kimi tələffüz etmirik. W hərfi v kimi oxunur. Heiß çox isti deməkdir, yəni qaynar. Heiß qaynar. S hərfi s səsini verir. I hərfi ay kimi tələffüz olunacaq. Freundlich, freundlich, dostcanlı, mehriban, səmimi deməkdir. R hərfi söz əvvəllərində olduğu üçün G kimi. U hərfi oy səsini verir. Söz sonunda CH birləşməsi də H kimi tələffüz edilir. Net sözündə iki eyni samit yanaşı gəlib, birini oxuyuram, digərini uzadıram. Net, xoş deməkdir, mülayim. Müde yorğun, müde yorğun söz sonunda hərfi I kimi tələffüz edilir. Gesund sağlam deməkdir. Gesund sağlam. G hərfi ya G ya G kimi tələffüz edilir. Burada G kimi tələffüz edirik. S-dan əvvəl ya da sonra sait gəlib. Buna görə də Z kimi deyilir. Söz sonunda D hərfi tam möhkəm D yox, yüngül T kimi tələffüz edilir. Krank xəstə deməkdir. Krank xəstə. R hərfi söz əvvəllərində olduğu üçün G kimi deyilir. Digəri voll. Voll dolu deməkdir. Söz əvvəlində V hərfi F kimi deyilir. Söz sonunda iki L-dan birini oxuyuruq, digərini uzadırıq. Lea boş deməkdir. Lea boş. İki eyni hərfdən, yəni hərfindən birini oxuyuram, digərini uzadıram. Söz sonunda R hərfi A kimi deyilir. Zauba, zauba təmiz deməkdir. S-dan sonra sait gəlib Z kimi deyilir. Söz sonunda R var, o da A kimi tələffüz olunacaq. Təbii ki, bunlar A1 mərhələsi üçün olan yetəri qədər sifətləri əhatə etmir. Bir qismidir. Hələ ki, bunları öyrənin, yavaş-yavaş cümlə daxilində işlətməyə çalışın. Sonraki videolarda qalan A1 mərhələsi üçün olan sifətləri qeyd edəcəm. Sağ olun, özünüzə yaxşı baxın. Almanca deyək. Tschüss, auf Wiedersehen. Bye.